Liderimizə rəhmət eləsin. Bugün onun əsgərləri, onun rəhbərliyi Azərbaycanın əməliyyatı yolunda döyüşmüş, onun çağrışıyla döyüşmüş qazilər, şəhid ailələri, onları birləşdirən hərbi yönümlü qeydlər, xatirəşələr, çəkilişləri bugün Ulu Öndəri ziyarət etdi. Ulu Öndər müstəqil Azərbaycanın banisidir, Azərbaycan ordusunun banisidir, bütün uğurlarımızın memarıdır. Allah rəhmət eləsin. Allah şahid olsun. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Sağ olun. Mənə rəhmət edəcək xalqlar Ulu Öndər yaşayacaqdır. Ruhu şad olsun. Bizim borcumuzu biz hər doğum günü həm də rəhmətə gedən gün ziyarət edirik. Məkan cənnət olsun. Bugünkü Azərbaycan Ulu Öndərin vəsiyyətinin, tövsiyənin, əməllərinin nəticəsidir. Çiğən Azərbaycan, bütöv Azərbaycan. Həmişə sadiqi bir yerdəyik. Bir daha ruh şad olsun, Allah rəhmət eləsin. Amin. Allah rəhmət eləsin Ulu Öndərimizə, Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun, məkanları inşallah cənnət olsun. Allah Ulu Öndərimizə rəhmət eləsin, ruh şad olsun. Hər birimizin qəlbimizdədir. Nə qədər ki Azərbaycan xalqı yaşayır, Azərbaycan xalqı var, o qədər də Ulu Öndərimizin xatirəsi həmişə əziz olaraq yad edilir. Allah Ulu Öndərimizə rəhmət eləsin. Bu günləri Emin müəllim dediyi kimi hərbi yönlü qeydlər koordinasiya mərkəzi də bir araya gəlib bütün şəhid ailələr, qazi veteranlarımız bu günləri Ulu Öndərimizin 100 çiliyini qeyd etdi. Allah Ulu Öndərə rəhmət eləsin. Daimi qəlbimizdə yaşayacaq. Amin. Heydər Əlrızaoğlu Əliyev mayın 10-da Naxçıvan şəhərində dünyaya gəlib. Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq Fakültəsində təhsil alsa da müharibə səbəbi ilə təhsilini yarıda qoymaq məcburiyyətində qalır. Bir müddət dövlət təhlükəsizliyi orqanlarında fəaliyyət göstərən Heydər Əliyev 1949-50-ci illərdə SSR Dövlət Təhlükəsizliyi Komitəsinin Sankt-Peterburqdakı rəhbər kadrların hazırlığı məktəbində təhsil alır. 1957-ci ildə hazırda Bakı Dövlət Universiteti kimi tanınan Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsinin qiyabi şöbəsini bitirir. Növbəti ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin Əks Kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini təyin olunur. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunur. Həmin ildə də general-mayor rütbəsini alır. Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsi 1969-cu il iyulun 14-də Heydər Əliyevi Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçir. 1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunur. Lakin bir müddət sonra büronun və baş katib Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə ehtiraz olaraq tutduğu vəzifədən istefa verir. Dövlət İttifaqında onun sosial və səhiyyə sahəsində islahatları xüsusi yer tutur. Məhz onun təşəbbüsü ilə ilk kompleks diaqnostika mərkəzləri yaradılmış və onun dəstəyi sayəsində Sovet cərrahları ilk açıq ürək əməliyyatlarını həyata keçirməyə icazə vermişdi. 22 il Azərbaycan SSR Ali Sovetinin və SSR Ali Sovetinin deputatı olan Heydər Əliyev 1990-cı ildə Azərbaycan SSR Xalq Deputatı və Naxçıvan Muxtar Respublikasının Xalq Deputatı seçilir. 1991 və 93-cü illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri və Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olaraq fəaliyyət göstərib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilir və 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlir. ...1998-ci il oktyabrın 11-də səslərin 76%-ni toplayaraq yenidən prezident seçilir. 2003-cü ildə yenidən prezidentliyə namizədliyinin irəli sürülməsinə razılıq versə də, səhhətində yaranan problemlərə görə namizədliyini geri götürməli olur. 2 ay sonra isə ümummilli lider Heydər Əliyev Amerikanın Cleveland klinikasında vəfat edir.
Səsləndirdiyi böyük siyasətçi kiçik hisslərə, xırda mənfəətlərə bağlanmaq olmaz fikri ulu öndər, Azərbaycan xalqının ümumilli lideri adlarını qazanmağın heç də asan olmadığına işarət edir. Heydər Əliyev sadə fəhlə ailəsindən siyasi xadimlik və dövlət başçılığını aparan yol uğrunda gedən yolda çəkilən bütün əziyyətlərin heç də əbəs yerə olmadığını göstərir. Heydər Əliyev Azərbaycan xalqının işgüzarlıq və motivasiya baxımından daim ibrət götürüləcək bir insandır. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.